Daşkəsən rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib. Məlumata görə hadisə ötən ilin iyulun 12-sində rayonun kəndlərinin birində baş verib. 1989-cu il təvəllüdlü Əfqan yaşadığı evin həyətində saxladıqları ördəklərin sayının düzgün gəlməməsi səbəbilə arvadı Fatimə ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı əlində olan ağac parçası ilə arvadının ayaqlarına, həmçinin belinə vurub. Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərərvurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı ilə barışıb. Onun sözlərinə görə bir daha bu cür hərəkətlərə yol verməyəcək, etdiyi əməldən peşmandır. Fatimə ilə birgə nikahımızdan 4 uşağımız var. Arvadım Evdar xanımdır və birlikdə heyvandarlıqla məşğul oluruq. Yaşadığımız evin həyətində ördəklərin sayı düz gəlmədiyi üçün aramızda mübahisə yarandı. Əlimdə olan ağac parçası ilə onu vurdum. Zərər çəkmiş Fatimənin sözlərinə görə əri ilə barışıb. Onun cəza almasını istəmir. Daşkəsən rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O cinayət məsuliyyətindən azad edilib.